Bu milləti, bu xalqı, demokratiyanı İlham Əliyev ala bilməyəcək. Yaşasın azadlıq, demokratiya. Son günlər Əli Şərminin ictimai əsaslarla mühafizəçisi olan Niyaməddin Əhmədovun və Salyan AXCP şöbəsinin sədri Əlzami Salayevin başına gətirilənləri sübut kimi göstərə bilərik. Belə ki, Niyaməddin Əhmədov 7 saylı cəza çəkmə müəssisəsində təzyiqlərə dözməyərək fevralın 26-sından azlıq etməyə başlayıb və azlığı hələ də davam elətdirir. Amma təzyiqlər bununla da bitmir. Onu daha da cəzalandıraraq 1 illik qapalı tipli cəza çəkmə müəssisəsinə göndərmək üçün qərar veriblər. Əlzami Salayev də 11 saylı cəza çəkmə müəssisəsindən zəng edərək bildirib ki, artıq təzyiqlər dözülməz həddə çatıb və artıq intihar həddindədir. Belə getsə, intihar edərək öz etirazını bu yolla bildirəcək.